Şəbnəm xanım, bugün mən yalqız divanə, yaman ürəyim kövrəkdir. Kim bilir bu qəm-qüssənin arxasında nələr var? Bəlkə həqiqətən bir hadisə, bəlkə də zülmət gecəni aydın səması var. Amma bu acı, ağır günümdə belə mən sizin musiqilərinizlə çıraq qədər də olsa bir təskinlik tapdım. Sanki köz bağladı yaralarım, məlhəm tək canıma şəfqət bəxş etdi. Çox istərdim bunun qarşılığında sizə mürəkkəblə də olsa ürək sətirlərimi tərtib tək sinənizə sancam. Şəbnəm xanım, siz bəşərin zərrəsi deyil, sanki sizin damarlarınızda dövr edir bu kainat. Böyük bir ürəyə sahib adamsınız. Qədəbəla görməsin sizin canınız. Az da olsa çox hesab edin bu cümlələrin dəyərlərini. Necə deyiblər, saf söylənən sətirlər ürəyi tez ofsunlayar. Saf söylənən sətirlər ürəyi tez ofsunlayar.